Salam Xalq TV izləyiciləri, bu günləri Şəhid Vətən Müharibəsi qəhrəmanları İctimai Birliyin təqdimatı burada keçiriləcək. Kitabın təqdimatında biz Xalq TV olaraq gəlmişik bu şəhidlərimizin adına, yəni buraxılan kitabın təqdimatında biz də hamı kimi, qəhrəmanlar kimi, vətənpərvər insanlar kimi biz də burada iştirak edirik. Salam Xalq TV izləyiciləri, bu günləri Nərimanov rayon Yeni Azərbaycan Partiyasının binasında Milli Qəhrəmanlar İctimai Birliyinin sədri Elşən müəllim müsahibimizdir. Bu qəhrəmanlar haqqında bizə öz təəssüratlarını bölüşəcək. Həm də kitab hazırlanıb şəhidlərimizin adına, onların təəssüratı ilə bizə deyəcək. Mən təşəkkür edirəm ilk öncə Xalq TV-yə bizim dəvətimizi qəbul edib tədbirdə iştirak edildiklərinə görə. Bugünkü tədbir qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi agentliyinin maliyyə dəstəyi ilə çap əlsiyə gəlmiş 34 şəhid Vətən müharibəsi qəhrəmanlarının kitabının təqdimatıdır. Eyni zamanda layihə çərçivəsində Respublikanın 30-dan artıq məktəbində və Naxçıvan Əlahiddə Ümumqoşun Komandanlığının 20-yə yaxın hərbi hissəsində milli qəhrəmanlarımızın güşələrin yaradılmasına nail olunubdur. Bugünkü tədbirimizdə isə 34 şəhid Vətən müharibəsi qəhrəmanlarının kitabının təqdimatıdır. Tədbirdə həmən kitab şəhid Vətən müharibəsi qəhrəmanlarına və ictimaiyyətə təqdim olunacaqdır. Çox sağ olun, təşəkkür edirəm. Mən təşəkkür edirəm. Yeni Azərbaycan Partiyasının binasında Milli Qəhrəmanlar İctimai Birliyinin sədrinlə müsahibə götürmüşük. Mən çalışdım ki, Fəranə xanımdan da sədr müavini kimi öz təəssüratlarını və kitab haqqında bizə qısa məlumat versin. Fəranə xanım, buyurun, söz. Təşəkkür edirəm. Mən Azərbaycan Respublikası Milli Qəhrəmanları Tanıtma İctimai Birliyi sədr müavini, Xətai rayon üzrə sədri və Milli Qəhrəman Rövşən Əliyev Nərimanoğlu'nun bacısıyam. 44 günlük müharibədə də Emil Qurbanov xalam oğlu. Onun da xalası qızıyam. İki xal oğlu, biri milli qəhrəmandır, biri Azərbaycan bayrağı ordenindən təltif olunur. Bir qürur hissi keçirdirəm. Bu günlərin burada, baxın, bu Milli Qəhrəmanlar İctimai Birliyinin axırıncı kitablarından biridir. Ən birinci kitab Milli Qəhrəmanlarımız haqqında yazılıb. O da Elşən müəllimin, Elşən Ulxanlının təşkilatçılığı ilə. Ondan sonra o kitab əvvəl bilirsiniz də 219 milli qəhrəman 211 idi, sonra 219, 15 oldu, 219 oldu. Arta hər dəfə artdıqca o kitablar da dəyişdi və o kitablarda bizim bu milli qəhrəmanlarımız yer aldı. Və bu 44 günlük müharibədə də artıq Vətən müharibəsi qəhrəmanlarımız, 83 bilirsiniz milli Vətən müharibəsi qəhrəmanımız var ki, ondan 37-si şəhiddir. Və bu ənənəni biz davam elətdirdik. Elşən müəllimin bu gördüyü işlərdən mən deyərdim ki, ən gözəli, ən mükəmməlidir ki, bilirsiniz biz oxuya gəlmişik. Quran nə deyir? Quran da deyir birinci oxu, məni oxu. Nəinki məni, ümumiyyətlə oxu. Bu yaddaşlarda həkk olan bir şeydir. Bu işi görmək özü böyük bir məsuliyyət daşıyır. Mən Elşən müəllimə, İctimai Birliyimizə uğurlar diləyirəm. Onun uğurları, İctimai Birlik ümumiyyətlə bilirsiniz necə zülmlə yaranıb, necə əzab-əziyyətlə yaranıb. 2001-ci ildə ədliyyədən keçib də bu İctimai Birlik, Milli Qəhrəmanları Tanıtma İctimai Birliyi. Və o vaxtı siz təsəvvür edin ki, hələ oradan keçməmiş, hər qapını döyürdülər ki, bir dənə bir şəkil, bir məlumat, bir şey. Pis vaxtlar idi, elə olurdu qapı üzümüzə çırpılırdı, elə olurdu yaxşı qarşılayırdılar, cəmaatın ağrı acılı vaxtları idi. Biz belə o igid milli qəhrəmanlarımızdan məlumatlar topladıq və fotogüşə yaratdıq. Bax, bu günlərin bütün məktəbləri, təhsil ocaqlarını bəzəyir o fotogüşələr. O da Elşən müəllimin nailiyyətidir, İctimai Birliyimizin nailiyyətidir. Biz o fotogüşələr, o plakatlar ki var idi, onları biz daşıyırdıq məktəblərə, vallahi avtobuslarla daşıyırdıq. Gücümüz nəyə çatırdı, necə şey deyirdik ki, çox çətinliklə ərsəyə gəlib bu milli qəhrəmanları tanıtma İctimai Birliyi və Allahın bu gününə şükür olsun ki, hələ bu İctimai Birlik haqqında heç bir negativ, mənfi bir fikir söyləyən adam olmayıb. Çünki niyə? Biz həmişə
şəhidlərin, dövlətimizin, milli qəhrəman ailələrinin onların yanında olmuşuq. Bugünkü gündə şükür bu günə ki, bax bu da bir nailiyyətimizdir. Bu da bir ailələrə bir təskinlikdir. Biz insan dünyaya gəlir, nə vaxtsa köçür gedir. Amma ondan sonra gördüyü işlər qalır, izlər qalır. Bax necə ki milli qəhrəmanlarımızın, Vətən müharibəsi qəhrəmanlarımızın, dövlət başçımızın gördüyü işlər, hamısı bu tarixdir. Bunlar qalacaq. Azərbaycan yaşadıkça bu qəhrəmanlar da yaşayacaq. Bəli, çox sağ olun. Mən sizinlə razılaşıram. Elə əsl qəhrəman anası sizsiniz ki, bu qəhrəmanlıq ictimai birlikdə bu cürə bir ana kimi, bir valideyn kimi iştirak edirsiniz. Nümunə olaraq gənclərimizə göstərirsiniz. Əlbət ki, dəmir yumruq kimi Cənab Ali Baş Komandanın o dəmir yumruq kimi birləşib zəfər qazanmışıq. Bu günləri bizim hər birimiz üçün qürurlu gündür, sevindirici gündür. Amma bu tərəfdən də əlbət ki, şəhid vermişik, kədərli günlərimizdir. Mən sizə, sizin timsalınızda şəhid analarına, bacılarına, qardaşlarına, hərbiçilərimizə hamısına səbir diləyirəm. Təşəkkür. Ölənlərimizə Allah rəhmət eləsin. Hörmətli tədbir iştirakçıları, 44 illik Vətən müharibəsi Azərbaycan hər tarixində qızıl hərflərlə yazılmış bir dövr, bir zaman. Təbii ki, o 44 günlük Vətən müharibəsini bizə yaşadan qəhrəmanlarımız oldu. Bu günləri Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına, dövlət dəstək agentliyi ilə 34 şəhid Vətən müharibəsi qəhrəmanları haqqında yazılmış kitabın təqdimatına yetişmişik. İlk növbədə istəyirəm ki, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin ruhunu bir dəqiqə sükutlar yazır. Allah rəhmət etsin. Azərbaycan Respublikasının Təbii ki, müharibədə iştirak edən hər bir qəhrəmanımız torpaqlarımızın bütövlüyü uğrunda canından keçməyə hazırdır. Ondan da əlavə torpaqlarımızı işğaldan azad etmək üçün o döyüşlərə atıldı. Təbii ki, döyüşlərə atılarkən bizdə sağlam, bədəndə bir sağlamlıq olar. Döyüşlərdə iştirak edən bizim xüsusi təyinatlarımız hər biri idman sahəsində məşğul olmuşdur. Onları güclü edən idmanımız var idi. Və bu günləri istərdim ki, burada ilk sözü mən Azərbaycan idmanında öz adını qızıl hərflərlə yazdırmış Xəzər müəllimə söz verib.
Əzəl buyurun, söz sizədir. Mən təşəkkür edirəm təşkilatçılara ki, doğrudan belə kimi tədbirlərin həyata keçirməsi Azərbaycan xalqının qürurunu biraz da artırır. Çünki biz şəhid verən millətik, şəhidlərlə yaşayan bir millətik. Və bu günlərin doğrudan da elə bir qəhrəmanlarımız var ki, dünyada heç belə əsgərlər yoxdur. Belə əsgərlər yoxdur, ona görə ki, təmənnasız, heç nəsiz, vətənin, torpağın, bizim sərhədlərimizin tam bütöv ələ keçməsi, qaytarılması yolunda öz canlarını fəda edir və bizə də belə gözəl günləri yaşatdırılır. Ümumiyyətlə, şəhidlər elə adı şəhiddir, baxmır ki, hansı şəhidlərdir, yəni 20 yanvarın öz qaydaları var, birinci vətən müharibəsinin öz qaydaları var, ikinci vətən müharibəsinin öz qaydaları, amma ümumilikdə bütün şəhidlərimiz vətən uğrunda canlarını verən insanlar oldu və qazilərimizə mən istəyərdim onların sağlamlığına və biz yenə deyirəm, həyatlarını Allah-u almasalar, məsələn, qazi kimi bu günlərin həyatlarını davam edir. Onlara can sağlığı arzu olmaq istəyirəm. O travmalardır, əzədələrdir, əzilmiş, sınmış orqanları düzəlsin, onlara şəffaf bir həyat arzu edirəm. Ümumiyyətlə, bu kitabı burada baxıram mən bir neçə, hamısı gözəl qardaşlarımızın balalarıdır, oğullarımızdır, nəvələrimizdir bəlkə də. Amma vətən hər şeydən üstündür, mən bunu demək istəyirəm. Çünki vətəni olmayan vətəndaş o yaşamır, vətəni olmayan millət də mübaşı yaşamır. Ona görə də tərk edərəkdən bizim uşaqlar və bu günlərim biz fəxr edirik ki, idman sahəsi doğrudan da bizim bu qələbələrdə çox böyük rol olur. Çünki nəyə görə hazırlığı peşəsi olmayan, fiziki hazırlığı olmayan əsgər bu sıldırım qayaları, ya da Şuşa kimi yüksək qayalara qalxa bilməzdir və Şuşa kimi bizə müqəddəs olan bir şəhəri oradan da ələ keçirdə bilməzdir. Və ümumiyyətlə, bu günlərim Azərbaycan idmançılarının dünya demək olar ki, arenalarında verdikləri nailiyyətlər, bu yenə də bu bizim vətənpərvərliyimizin, millətimizin adıdır, sanıdır və bunun da arxasında yenə də dövlət siyasəti və deyərdim ki, birbaşa möhtərəm cənab prezidentin dəstək xətti var. Ona görə də bizim doğrudan da fəxrlənməli günlərimiz qabaqdadır. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Gəlin bu vətəni hamımızı bir yerdə, bundan sonra da qoyucu saxlamağı bacaraq. Yəni bir qələbəni əldə eləmək çətindir, giriş-tezi əziyyət çəkiləndə o qələbə əldə olur. Amma o qələbəni ömürlük, əbədi saxlamaq çox çətindir. Mən şəhid analarımıza təşəkkürüm, minnətdarım edən ki, belə qəhrəman övladlar yetişdirirlər. Azərbaycan xalqı üçün, millətimiz üçün, torpaqlarımız üçün, dövlətimiz üçün. Siz de oradan da əsl qəhrəman anlarsınız. Hər birinizin qarşısında baş əyirəm, diqqətinizə çox sağ olun. Bir Allahsız yerdə ol, dövsüz yerdə olmayacaq. Biz qəhrəmanlarımızın təbliğatını, qəhrəmanlarımızın təbliğatını apardığımız zaman hər zaman böyük nəsiyyətinə, böyük sözünə hər zaman ehtiyac durmuşuq. Bu günlər burada Türk Ağsaqqallar İctimai Birliyinin sədr müavini Eyvaz müəllim iştirak edir. Eyvaz müəllim, sizdə öz sözünüzə. Müəllim, çox sağ olun söz verdiyinizə görə. Hörmətli tədbir iştirakçıları, hörmətli bacılar, analar, qardaşlar. İcazə verin sizi Türk Ağsaqqallar İctimai Birliyinin rəhbərliyinin sədrimiz akademik, Türk dünyasının fəxri olan akademik Süleyf Mangeliyev adına və Ramin Əhmədoğlu adına bu tədbirdə iştirak edənlərin hamısını salamlayır. Belə tədbirlər mən ilə başa düşürəm ki, tez-tez olmalı. Hər bir rayonda olmalıdır. Hər bir məktəbdə olmalıdır. Ne üçün bunu hər gün deyiləm olmalıdır? Ona görə ki, yaddan çıxartmayalım. O şəhidlərimizi yaddan çıxartmayalım. Hansı ki, öz canı, qanı, bahasına bax, bu müstəqilliyimizi qorudular. Bax, bu torpaqlarımızı azad elədilər və bu günləri biz burada alnı açıb oturmuşuq. Ona görə də onları heç zaman yaddan çıxartmaq olmaz. 200 ildən artıq torpaqlarımız
bizi istəməyənlər tərəfindən həmişə paypuş oldu. Dərbənd əlimizdən getdi. 35 milyondan çoxu əlimizdən getdi. Gürcistanın demək olar ki, yarısı əlimizdən getdi. Bu 200 il ərzində heç kim, heç bir rəhbər 5 santı da torpağımızı gelib ala bilməmişdi. Təşkil edə bilməmişdi. Ancaq bu 44 günlük zəfər müharibəsində nələr baş verdi? Necə oğlanlar yetişdi? Kimin sayəsində? Burada oturan bacılarımızın, analarımızın, xanımlarımızın sayəsində. Bəzisinin oğlu, bəzisinin nəvəsi, bəzisinin həyat yoldaşı. Bəlkə də eləsi var idi orada. Bir ay heç gəlin olmadı. Bu dərd deyilmi? Dərddir. Ancaq vətən üçün xoşdur. Siz, mənim bacılarım, siz fəxr eləməlisiniz ki, elə bir evlatlar böyüdürsünüz, vətənə verirsiniz. Azadlığınızı təmin ediblər olar. Buna görə siz fəxr eləməlisiniz. Hər bir insan bu dünyadan köçəcək, sözsüz. Mən də köçəcəm, burada oturanlar da köçəcək. Ancaq eləsi var ki, bir aydan sonra demək olur ki, yaddan çıxıb gedir. Ancaq sizin evlatlarınız, mənim bacılarım, sizin evlatlarınız, nə qədər millətimiz var, nə qədər Türk dünyası var, o qədər qəlbimizdə yaşayacaqdır. Və həmişə də biz onlara minnətlə dualar edəcəyik, minnətlə, mərhəmətlə yada salacağıq, onlarla fəxr edəcəyik. Bayaqları Xəzər mənim çox gözəl deyil. Necə oğlanlar var idi, o sıldırım qayaları, onlar bir əlində silah, yaralı yanında o qayalardan qalxırdılar, o qayalara qalxdılar. Pistoletlə, xəncərlə, o vəhşi erməninin ən qəddar millətli ermənilər, hiləgər qəddara, başqa cür yox. Onlar hər bir işi hilə ilə görürlər, hər bir işi. Neylədik biz? Biz sizin evlatlarınızın sayəsində tək ermənilərin üstündə yox, erməni pərəslərin üstündə qələbə çalırıq. Sizin evlatlarınızın sayəsində. Burada oturanlar anamızın, bacımızın sayəsində. Var olasınız. Məhəmməd Peyğəmbər əleyhissalamın bir dediyi sözü, indi o vaxtlar deyiblər, mən o vaxt olmamışam, deyiblər, biz də deyirik. Soruşurlar, Allahın Rəsulu necə ola bilir ki, bütün Peyğəmbərlər hamısı kişilərdir. Niyə bir qadın da yox? Məhəmməd Peyğəmbər deyir ki, o Peyğəmbərləri dünyaya gətirən analardır. Bax, ona görə də bütün xanımlar, bütün analarımız elə Peyğəmbərdir. Təsəvvür edirsiniz, sizə verilən dəyər, Məhəmməd Peyğəmbər tərəfindən verilən dəyər, əlbəttə ki, hər şeyi deməyə bilir sizin barənizdə. Mən çox danışardım, ancaq biraz ürəyimdən əməliyyat olmuşam, ona görə həyəcanlanıram, onun üçün də, buna görə də, mənim bacılarım, Allah sizi var eləsin. Biz hamımız, burada oturan bütün kişilər, uşağından böyüyə qədər, ən alimizə qədər sizin qarşınızda baş əyirik. Ona görə ki, sizin sayənizdə, sizin verdiyiniz tərbiyə sayəsində, sizin gördüyünüz, sizin böyütdüyünüz evlatların sayəsində biz bu dəqiqə kişi kimi hərəkət edirik. Kişi kimi. Var olasınız. Allah sizi qorusun. Siz tüm qalmışlara layiqsiniz. Bu günlər burada şəhid, vətən mühafizə qəhrəmanı və Xəzər mənim çox tanıdığı Elçin Mansurovun anası da iştirak edir və çox istərdim ki, Elçin Mansurovun anası da çıxış edərdi və Milli Qəhrəmanlar ailəsi adından da Kərvan anam istərdim ki, Elbət Ağlının anası yaxınlaşar. Mən ilk öncə burada toplaşan hər bir kəsi salamlayıram və dəvət üçün sizlərə təşəkkür edirəm. Var olun. Milli Qəhrəmanlar, Vətən Müharibəsi Qəhrəmanları təşkilatı Şənəlim, sizə təşəkkür edirəm. Var olun ki, bu təşkilatı yaratmışsınız və bu təşkilatın üstündə varsınız. Allah sizi var eləsin.
Mən demək istəyirəm ki, qəhrəman, yəni ki, o yaşadığı həyatda qəhrəman oldu. Qəhrəman doğulanda qəhrəman doğulur. Şəhid doğulanda şəhid doğulur. Mən vurğulamaq istəyirəm, bu demək bir neçə gün bundan öncə bizim böyük zəfərimizin 5-ci il dönümü qeyd olundu. Böyük bir, təntənəli bir bayram qeyd olundu. Bu bayram bütün xalqımızın bayramı, millətimizin bayramı idi. Azərbaycanlıyam deyən hər bir kəsin bayramı, Türk dünyasının bayramı idi. Bilirsiniz, biz illər keçdikcə, yəni unudulmur. O günləri elə bir yenidən yaşayırsan, o 44 günü hər gün yaşayırıq biz analar. Mən yəni ki, bir vətən müharibəsi qəhrəmanı anası kimi demək istəyirəm ki, bizim xalqımızın hər bir evladı qəhrəmandır. Hər bir evladı qəhrəmandır. Qəhrəmanlıq yalnız ön cəbhədə yox, arxa cəbhədə də olur. Bizim oğullarımız ön cəbhədə vətən sağ olsun deyərək, Allah-u Əkbər deyərək, öz dinlərinə, öz dillərinə, öz vətənlərinə, torpaqlarına sadiq bir evlad kimi özlərinə önə atdılar və 300 ildən artıq əsarətdə olan torpaqlarımızı azad elədilər və o torpaqlara balaraq saçdılar. Bizim oğullarımız hər zaman güclüdür. Burada vurğulandı ki, Azərbaycan əskəri sıldırım qayalara dırmaşaraq Şuşanı azad etdilər. Bilirsiniz, dünya hərb tarixində görünməyən bir zəfər idi bu. Yeri gələndə bizim oğullarımız alpinist oldular. Yeri gələndə dalğıc oldular sular altında. Yeri gələndə qartal oldular göylərdə. Hər bir qəhrəmanda oğullarımızın, hər bir vətən uğrunda özünü önə atan hər bir oğul qəhrəmandır. Bu ordunun, yəni ki, illər öncə də ordu vardı, amma təkmilləşməmiş bir ordu. Deyirlər, birinci Qarabağ müharibəsi, ikinci Qarabağ müharibəsi, elə bir şey yoxdur. Sadəcə olaraq vətən müharibəsi gedir. Vətən müharibəsi demək istəyirəm. Yəni ki, vətən uğrunda gedən savaş olur. İllər, 30 ildən artıq vətən uğrunda gedən savaş. Birinci Qarabağ, ikinci Qarabağ yox. Yəni ki, bu illər ərzində də şəhid olan hər bir oğlumuz bizim evladımız, bizim şəhidimizdir. Bizim xalqımızın şəhididir, bizim millətimizin şəhididir. Ali Baş Komandanın dediyi kimi, yəni ki, vurğulamaq istəyirəm, o deyirdi, mən nəyi nə vaxt edəcəyini yaxşı bilirdim. O həqiqətən də nəyi nə vaxt edəcəyini yaxşı bilirdi və o öndə gedərək bütün xalq ayağa qalxdı. Qızıl Payız sənəli filmi var. Ali Baş Komandan orada vurğulayır. Mən xalqıma güvəndim. Bəli, o xalqına güvəndi. Xalq da ona güvəndi. Ordu ona güvəndi və ayağa qalxdı. Və o torpaqları azad elədilər. O güvən nədən irəli gəlir? Birlikdən, birliyimizdən. O dəmir yumruq, bizim birliyimizin simvolu olan dəmir yumruq, bizim birliyimiz, bizim uğurumuz, bizim zəfərimiz olub hər zaman. Və bundan sonra da olacaq. Mən buna əminəm. Kişi o zaman güclüdür ki, onun yanındakı qadın güclüdür. Kişi o zaman güclüdür ki, onun məsləhətçisi, dəstəyi güclüdür. Ali Baş Komandanın yanında bizim xanımımız, Mehriban xanım Əliyevanın əziyyətini biz ana bilmərik. Çünki o hər zaman istər siyasi sahədə, istər ictimai sahədə hər zaman onun yanında olub, ona dəstək olub. Bu da bizim birliyimizin bir nöqtəsidir, bir, necə deyərlər, hissəsidir. Mən xalqıma, millətimə hər zaman bir olmağı, birlikdə olmağı, o dəmir yumruq kimi, necə ki o müharibə günlərində, bəlkə xatırlayırsınız, yeməklər yol kənarında toplaşırdı, yerli cəmaat, kənd cəmaatı ön cəbhəyə yeməklər göndərirdilər. Hər cəhətcə, yeməklə, geyimlə təmin edirlər ön cəbhəni. Mən arzu edirəm ki, yenə də o 44 gün ərzində necə bir olmuşduq, yenə də bir olaq, dağılmayaq, parçalanmayaq, yenə də o dəmir yumruq kimi bir olaq, birlikdə olaq. Bayrağımız hər zaman ilk öncə demək istəyirəm.
O gün olsun Zəngəzurda dalğalansın inşallah. Azad olunmuş torpaqlarda dalğalansın. O gün olsun Zəngəzurda dalğalansın. Azərbaycanın bütövlüyü bizim millətimizin bütövlüyüdür, xalqımızın bütövlüyüdür. Mən xalqıma, millətimə can sağlığı, uğurlar və yeni zəfərlər arzu oluram. Sağ olun. Mən də bacım hər şey elə axıra kimi elə nətər mən dediyim, mənim fikrimdə olan şeylərin hamısını qeyd elədi, hamısını danışdı. Allah razı olsun, Allah köməyi olsun. Allah sana da can sağlığı versin, balanı da sən də yaşayarsan ki, balanı da yaşarsan. Allah köməyin olsun. 92, 44'ü sen seçme, onu ben belə deyirəm. Mənim oğlum Milli Qəhrəman Əliyar Əliyevin batalyonu 1-ci Qarabağda da vuruşub. 92-93'də. Əliyar bizim bələksimiz oldu. Bu yaxşı tanıyıb. Əliyar Əliyevin batalyonunda Milli Qəhrəman. Onun qəbrinin üstündə and içdi ki, bu hərbi paltarı mən müharibə nə vaxt torpaqlar alınacaq, onda soyunacağım deyib, and içib oradan çıxdı. Gəlib təzdən oxudu. Mayıs mənim bəlkə tanıyır. Bəli. O 25 Naxçıvanda xidmət edib, soyuqda 25 Naxçıvanda xidmət edib, mladşı leytinantdan da Polkovnik leytinantı kimi onu xidmət edib, 2012'dən polkovnik leytinantı. Sonra gəldi, 4 il pensiyada ola baxmayaraq, amma mənə vətən çağırır, mən gedəcəyim. Gedəcəyim, Vaynkom aparmırdı, Vaynkomla dava ilə getdi. Getdi müharibədə, 19 oktyabrda gedib, 1 noyabrda şəhid olub gəldi. Allah kömək olsun. Sağ olun. Eldar Xəllovun anası olaraq dövlətçiliyimizin suverenliyi uğrunda şəhid olan milli qəhrəman adı alan 19 yaşı tamam olmamış Eldar Xəllovun anasıyam. Mən tədbirçi dağına təşəkkürümü bildirirəm, Elşən müəllimə öz təşəkkürümü bildirirəm, bizim balalarımızı tanıdı, tanıdacaq. Allah Taala sizlərə can sağlığı versin, şəhid anaları başınızı dik tutun. Bizim oğlanlarımız qəhrəmandır. Biz başımızı dik tutmalıyıq. Biz özümüzü gözməliyik, səbr eləməliyik, balalarımızın adı itməsin. Biz subay şəhid analarıyıq. Başımızı həmişə dik tutmalıyıq. Ona görə ki, vətən uğrunda müharibə varsa, şəhidimiz də olmalıdır. Biz şəhid anaları, indi sizin yaranız təzədir, sizlərə canım qurban olsun. Biz 30 ildir şəhid anasıyıq. Cənab Prezident mərhum Heydər Əliyevin davamçısı var. Bizim dövlətimiz həmişə gözəl əllərdədir. Yumruğumuz bizim yüksəkdədir. Bizim bayrağımız həmişə yüksəklərdən yüksəkdə olsun. Allah Cənab Prezidentimizə uzun ömür, can sağlığı versin. Vətənimiz sağ olsun, vətənimiz sağ olsun. Bizim şəhidlərimizin məqamı uca, ruhu şad olsun. Onlara rəhmət düşmür, onlara həmişə məqamları ucadan uca olsun. Çox sağ olun, çox var olun. Qəhrəmanlarımız qəhrəmanlıq göstərib, torpaqlarını işğaldan azad etdi, qanlı döyüşlərdə iştirak etdi və heç bir döyüşdə iştirak edən zabitimiz, əskərimiz şəhid olmaqdan sığortalanmamışdı. Və biz hər zaman şəhid ailələri olaraq qəhrəmanlıq təbliğatını apardığımız zaman, şəhid ailələri yanında olduğumuz zaman onlar öndə olan insanları, yəni gündəmdə olan insanları, xalq artistlərimizi, əməkdar artistlərimizi hər zaman görmək istəyirdi. Və biz hər zaman da Milli Qəhrəmanlar Təşkilatının yanında olan bizim əməkdar artistimiz, Prezident Təqaüdlü Kübra xanım həmişə bizim yanımızda olub
həm bir neçə şəhid aləmizi ziyarət edib, bu yaxınlarda Tərlan qalan oğlunun ziyarət elədi və Şura xanım. Hamınızı salamlayıram. Bu kitabı yazmaqda böyük bir iş görmüsən, oğlum. Çox sağ ol, Allah var eləsin. Qələmin güclü olsun. Biz İkinci Dünya müharibəsində olan qəhrəmanlarımızı unutmuruq, şəhidlərimizi unutmuruq. Onlar haqqında filmlər bugün də kanallarımızda seyr edəndə hamımız sevə-sevə baxırıq. Heç birini unutmamışıq. Bir dənə Mehdi Hüseynzadəni unutmuşuq, yox. Biz belə millədik. Bugün mən icazə versəniz, bizim vətənimizin 5 illik paradında qardaş xalqımızın bizdə iştirak edən əskərləri, qardaşlarımız buradan qaydarkən 20 dənə şəhid verdik. Biz onlara da rəhmət deyək. Allah rəhmət eləsin. Onlar bizim xoş günümüzə gəlmişdilər. Amma çox sevinirəm ki, Türk xalqı heç nədə görmür. Mən qulaq asıram hər gün. Baxın. Gələk öz qəhrəmanlarımıza. Burada çox sağ olun. 138, elə mi? Qəhrəman. 34 şəhid Vətən müharibəsinin qəhrəmanı. Şəhid anaları, anam çox düzdeydi, başımızı dikdi. Mən çox danışmaq istəmirəm, vaxtınızı almayacağım. Mən arzu edirdim. Azərbaycan Cəfər Cabbarlı adına Azərbaycan Film Studiyası yenə də öz əvvəlki çağlar vaxtına qayıtsın. Mən arzu edirdim ki, bizim Allah dünyadan gedən yazarlarımıza rəhmət eləsin. Gənclərimiz xırda-xırda şeylər yox, xırda seriallar yox. Bax, bu qəhrəmanlar haqqında filmlər yazsın. Mən inanıram ki, o zaman bizim dövlət başçımız və bizim birinci vitse-prezidentimiz Mehriban xanım və İlham Əliyev çox gözəl maddə buraxar ki, o film çəkilsin. Yazın. Gənclər belə şeylər yazmasın. Biz Süleyman Rəhimov, Bəxtiyar Vahabzadə, nə bilim, yadımdan çıxmır, yadıma düşmür o yazarlar, hamısını oxumuşuq, dönə-dönə oxumuşuq. Dönə-dönə o romanları biz balıncımızın altına qoyub gecələr səhərə qədər oxumuşuq. Mən bugün onu arzulayıram ki, hər bir qəhrəman haqqında film çəkilsin. O xırda film yox, bədii film, əsl. Bax, o filmlərə ki, baxırıq, sevə-sevə baxırıq. Mən istəyirəm bu hər bir qəhrəman haqqında elə bir film çəkilsin ki, onların uşaqlığını uşaqlar oynasın, orta yaşlısını ortalar, özünü də indi hər şey var, özünə oxşar aktyorlar tapsınlar, onları yaratsınlar, o müharibə səhnələrini, o dırnaqlarınla dağlara qalxmağı, o dağlar artıq bizim əlimizdədir, bəyəkləri gizlin qarxırdılar, kürəklərində o çantaları, əllərində avtomatları. Amma indi o dağlar bizdədir, onu çox gönül xoşluğundan o filmlər çəkilə bilər. Düzdür mü oğlum? Mən onu arzulayıram. Və qazilərimizə salamatlıq, sağlıq diləyirəm. Analar, başınızı dik tutun. Biz həmişələr, mən şəxsən Kübra xan həmişə sizin yanınızdayım və bütün sənətçilərimiz sizin yanınızdadır. Bir sənət aləmindən danışıram. Xalqımız da sizin yanınızdadır. Allah şəhidlərimizə qəni-qəni rəhmət eləsin. Biz onları heç vaxt, əgər bu kitab yazılıbsa, heç vaxt unudulmayacaq. Bu gözəl bir şeydir, bu tarixdir. Çox sağ ol. Əllərin var olsun. Sənə kömək eləyəm, sənə yardım eləyəm. İnsanlara təşəkkür edirəm, minnətdaram. Sağ ol. Üçüncü qəhrəmanımız haqqında yazılan kitabı müəllifi və əziyyətini çəkən Elşən Məmmədov xanımıdır. Təşəkkür Elşən müəllim. Təbii ki, döyüşlərə qalxdırdığımız zaman bizdə bir ruh yüksəkliyi olmalı. O ruh yüksəkliyi bizə yaradan kimlər idi?
bizim değerli sənətkarlarımız, değerli müğənnilərimiz. Biz döyüşlərə qalxdırdığımız zaman məhz bir çox mahnılarla dinləyirdik. Yusuf Mustafayev də buradadır. Əməkdar artist, Azərbaycan Respublikası əməkdar artisti Yusuf Mustafayev və hər zaman da şəhid bizi qəhrəman ailələr yazdırmış. Mən də hər kəs salam verirəm və belə baxıram ki, burada o mahnı verməyə ehtiyac yoxdur. Çünki qonaqlar çoxdur. Bir bənd orada mən bir söz deyəcəm. Deyir ki, Əzoğlu, vətəninə göz tikənin Əzoğlu, dostun kim, düşmənin kim, Sezoğlu, tarixini şərəfinlə yaz oğlu. Bugün burada tarixin şərəflə yazan oğullar dünyaya gətirən burada abirçək anılar əyləşir. Allah sizləri var eləsin. Allah xalqımız var eləsin. Mahnı həmişə oxuyuruq. İnanın, bir də görürüm ki, cavanlar idi, müharibə gedir, bizə yatmırdı. O da hamımız səbərbər olmuşduq. Bir də zəng açılırdı ki, Yusuf əmi, sən bir mahnı oxumuşsan, gəz oğlum, bir də onu oxu, Füzuli almışıq keçir Cəbrayla. Sabahsı 2 gün yazıldı. Əmi, Cəbrayla almışıq keçir Qubadlıya. Onların belə torpağına qurban olun. Hamısı vətən yoluna getdi. Var olsun Azərbaycanımız, var olsun dövlətimiz və o qəhrəman bağları verən analar, acılar, əllər üzrə edirəm. Sağ olun. Təbii ki, qəhrəmanlarımızın təbliğatını aparmaq üçün dövlət də müəyyən yardımlar edir. Bunun üçün qeyri-dövlət, qeyri-hökumət təşkilatları var. Azərbaycan Respublikası Milli Qəhrəman Tanıtma İctimai Birliyi də bu günləri məhz dövlətin dəstəyi ilə Vətən Müharibəsi qəhrəmanlarımızın kitabını dərc edir və istərdim ki, Azərbaycan Respublikası Milli Qəhrəmanlar Tanıtma İctimai Birliyinin rəhbəri Elşən müəllim xanımı dəvət edək. Çox sağ olun. İlk öncə bizim dəvətimizi qəbul edib, tədbirdə iştirak elədiyinizə görə hər birinizə dərin təşəkkürümü bildirirəm. İkinci növbədə Azərbaycan Respublikasının prezidenti seçilərkən mən hər bir vətəndaşın prezidenti olacam deyən möhtərəm prezidentimiz Ali Başkomandana minnətdarlığımı bildirirəm ki, belə bir Yeni Azərbaycan Partiyasını o seçilən gündən, necə ki o hər bir Azərbaycan vətəndaşının prezidentidirsə, Yeni Azərbaycan Partiyası da hər bir Azərbaycan vətəndaşının partiyasıdır və hər bir Azərbaycan vətəndaşına da bu qapıları üzünə açıq elan edir. Məndən öncə çıxış edənlər bütün nöqtə vergüllərə, vətənpərvərliklə bağlı, şəhidlərimizlə bağlı ən önəmli fikirlər söylədi. Mən onların sözlərinin qarşısında söz demək qabiliyyətində deyiləm. Onlar bizim ağsaqqalımız, böyüyümüzdür. Sadəcə mən onu bildirmək istəyirəm ki, 1991-94-cü ilə kimi Azərbaycanımızın ərazi bütövlüyü uğrunda iştirak edənlər qeyrətli evlatlarımızın davamçıları olaraq onların əli yalın, rəhbər olmayan bir, vahid komandanlığı olmayan bir orduda döyüşərək torpaqlarımızı düz işğal olunsa da onlar olmasaydı bəlkə də 44 günlük zəfər də olmazdı. Necə ki, tarixi qəhrəmanlarımız var. Tarixi qəhrəmanlarımıza baxaraq, onların qəhrəmanlıqlarından nümunə götürərək 43 Sovet İttifaqı qəhrəmanlarımızı yetişdirən bu millət 222 milli qəhrəmanlarımızın qəhrəmanlığından nümunə götürərək, onların qəhrəmanlıqlarını özlərinə örnək götürən gənclərimizdən 83 Vətən Müharibəsi qəhrəmanı yetişdirdi. Bu qəhrəmanı yetişdirən siz analar qarşısında mən baş əyirəm. Mən inanıram ki, bundan sonra da qəhrəman evlatlar yetişdirən bu millət yenə də qəhrəman evlatlar yetişdirəcək. Milli qəhrəmanı da bizim qəhrəmanımızdır, Vətən Müharibəsi qəhrəmanı da bu millətin qəhrəmanıdır, Sovet İttifaqı qəhrəmanı da bu millətin qəhrəmanıdır. Nə mutlu mənə ki, mən belə bir millətin nümayəndəsiyəm. Nə mutlu mənə ki,
mən belə bir qəhrəmanlar yetişdirən anaların önündə bu günləri çıxış edirəm. Bir daha sizə təşəkkür edirəm. Sizlərlə qürur duyuram. Mənim üçün milli qəhrəman adı alıbdır və yaxud almayıb, fərqi yoxdur. Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə 90-2020 iştirak edən hər bir Azərbaycan vətəndaşı mənim üçün qəhrəmandır. Bir daha sizlərlə qürur duyuram, siz anaların önündə də baş əyirəm. Dərin təşəkkür müddirəm. Benim adım milli kahraman.